Bura qədər niyə düşmüşük? Bu güllə izlərini göstərmək üçün. Bu təsdiqləyir ki, Xanoba kəndində də 19 sentyabrda 23 saatlıq lokal antiterror tədbirləri zamanı döyüşlər gedib. Azərbaycan televiziyasındanıq. Biraz söhbət eləyək də, tələsimsən. Xocavəndsən? Yox, Beyləqanlı. Beyləqanlı. Malqaranı gətirib qoyun quzunu burada saxlayırsan. Bəli, bəli. Burada otarırsan. Nə vaxtdan? Başqa 2 ildir. 2 ildir. Necədir buradakı otlaqlar? Yaxşıdır. Təsərrüfat üstündə əla Hər bir şey üçün. imkan, havası, fürsət. suyu, hər bir şey. Mən bağışlayayım, mən böyle... Şübhəsiz, hər ocaq eyni enerjini vermir. Bugün dünyanı bürüyən münaqişə ocaqları, od, alov, planetin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Biz isə ölkəmizdə olduğu kimi ölkəmizin sərhədləri yaxınlığında, o cümlədən hüdudlarımızdan xeyli uzaqlarda da yalnız xoş niyyətli tonqallar arzusundayıq. Məsələn, bayram tonqalları. Bugün 6-cı dəfə işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqalı satılacaq. Xanoba kəndində bir qələbəlik yaşanır. Bu da təbii ki, həm ali qonağın gözlənilən səfəri, həm də böyük qayıdışla bağlıdır. Xocavənd rayonunun Xanoba kəndindəyik. Bu kənd Qarabağ xanlarının yaşayış və istirahət məntəqələrindən biri olub. 19-cu əsrin əvvəllərində isə İran ərazisindən ermənilər süni şəkildə köçürülərək bu kənddə yerləşdirilib Çar hökuməti tərəfindən. Bununla belə, hətta işğal faktına baxmayaraq, Xanoba kəndi öz ruhunu, Azərbaycan kəndi ruhunu qoruyub saxlayıb. Belə aydın olur ki, hər kənddə hərbi düşərgələr yaradıb separatçı rejim vaxtı ilə. Azərbaycan əskərinin gəlişindən sonra isə geridə yalnız bunlar qalıb. İkinci Qarabağ müharibəsindən sonra Xocavənd rayonunun digər əraziləri kimi Xanoba kəndi də separatçıların nəzarəti altında qalmışdı. 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra isə separatizmdə, separatçılar da bu kənddə separatçıların tör-töküntüləri də lazım olan yerə göndərildi və kənd Azərbaycanın nəzarətinə qayıtdı. Bugün isə böyük qayıdışın və bayram tonqallarının növbəti məntəqəsidir. Bu vaxta qədər isə artıq Xocavəndin 5 yaşayış məntəqəsinə böyük qayıdış reallaşmışdı. Xocavənd şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələri, Sos və Xocavənd kəndlərinə keçmiş məcburi köçkünlər qayıdıblar. Artıq 2 ildən çoxdur ki, bütün əraziyə Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin o sonuncu yuvasını da dağıtmışıq.
separatçıları da qovmuşuq. Onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa eləmişik. Ona görə o artıq ağır dövr geridə qaldı. Arxada qaldı, bir də qayıtmayacaq. Bugün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız artıq bu illər ərzində bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan son 80 il ərzində ikinci ölkə olmamışdır. Azad olunmuş torpaqlarımızda ilk bayram və qələbə tonqalımız isə Şuşanın rəmzi, milli bayramlarımıza hər zaman qucaq açmış Cıdır düzündə Prezident İlham Əliyev tərəfindən alovlandırılmışdı. ...2004-cü ildən başlayaraq hər il mən Azərbaycan xalqını Novruz bayramı ilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını bizim Qarabağ torpağımızda işğaldan sonra, torpaqlar azad olunandan sonra qeyd edəcəyik. Və bu gün gəldi. Bugün biz Novruz bayramını bizim qədim şəhərimiz olan, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisədir, bu böyük xoşbəxtlikdir. Və bu bir ənənəyə çevrildi. Bayram tonqallarımız indi azad olunmuş torpaqlarımızdan istiliyini, hərarətini bütün bölgəyə yayır. ...2024-cü ildə Xankəndidə qalanan tonqal isə həm də suverenliyimizin rəmzi idi. Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalıram. 2021-ci ildə Şuşada, 2022-də Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu böyük xoşbəxtlikdir. 6 ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bugün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə bugünədək ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib. Ümumilikdə 80 mindən çox insan bu ərazilərdə yaşayır və ya işləyir. Her var oradan mı alır? Ha, konfet var. Gel buraya özde yağlıma. Salam, xoş gördük. Aleykümselam, hoş geldiniz. Hoş geldiniz. Gözünüz aydın. Təbrik edir. Sağ olun. Qayıtmısınız öz doğma kəndinizə. Kimin Artıq zəhməti samovları varsa, da hazır eləmişsiniz. nuş eləyim. Kimin zəhməti varsa bu işdə, kimin əziyyəti varsa, Allah onların köməyi olsun, canları sağ etsin. 3 gündür mən buradayam. Elə bilirəm ki, təzədən doğulmuşam. İndi yaşayışa başlayıram. Neçə illərdir Bakı şəhərindəyəm. Mən kənddə doğulub böyümüş adam Bakı şəhərinə uyğunlaşa bilmədim. 3 gündür gəlmişəm, şükür Allaha. Allah dövlətimizi, prezidentimizi salamat eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən özüm də müharibə veteranıyam.
başlamışıq burada yaşamağa. İnşallah hər şeydə yaxşı olar. Xeyirli olsun. Sağ olun, sağ olun, minnətdarım. Elə bir sevincli gündür. 13 yaşınızda çıxmış. Bəli. Ancaq bu gün 47 yaşımda qayıdıram bura mən. Mənim üçün çox gözəl bir əlamatlar gündür. Arabad kəndinin ilk sakinləri, ilk qonaqları. Özdə gözəl vaxt, Novruz qabağı. Bayramdır. Bəli. Bayrama qarşı. Bu çayın Bəli. xüsusi dadı olacaq. Tək bugün yox. Ümumiyyətcə, nə vaxt üzübərlərə yolunuz düşdüsə, gözünüzdə yeriniz var. ...25 ailə artıq qayıdır. Qayıdır. Atık daşı. Aynı onda öldü. Ama 26 ev tam bərpa olundu. Hazırdır. 106'sının bərpası devam edir. Prezident İlham Əliyevə eyni zamanda stendlər vasitəsilə kənd barədə məlumatlar da təqdim ediləcək. Stendlərdən aydın olur ki, növbəti ilin əvvəlinə kəndə artıq 132 ailə qayıtmış olacaq. Ümumilikdə 542 nəfər. Hazırda 26 ev artıq bərpa edilib, 106 evin bərpası isə davam edir. Hoş geldiniz. Sağ olun başkanım. Hoş olun. Tebrik ederim bayramınızı sabah. Tebrik ederim. Yok sağ olun. Tebrik ederim. Çok sağ olun. Kızlarımız hamısı güzel. Siz oxşayın. Salam. Tebrik ederim. Sağ olun. Necə? Ayaz. Sağ olun. Neçə yaşın var Ayaz? Ayazın neçə yaşı var? 3. Bize gösteriyor bizim maşını. İstəyirsən maşına minmək? Maşına baxırsan, Gedək. Gedək. Nə maşına? Ona, ha, gel. Otur görək. Aha. Bize hoşuma gelir bu maşın. Yaxşı maşındır. Bu yaxşıdır, yoxsa Kamaz yaxşıdır? Kamaz. Sən Kamaz deyirsən. Sən gəlirsən səni. Sağ ol. Yine sağ ol. Yine sağ ol baba. mən sənin maşınını istəyirəm. Mənim istəyirsən yaxşı. Sağ olun, təbrik edirəm. Sağ olun. Sağ olun, sağ olun. Prezident İlham Əliyev Xanoba kəndi ilə tanışlıq zamanı mənzillərdən birinə də baş çəkdi. Artıq böyük qayıdış çərçivəsində birinci mərhələdə kəndə qayıtmış sakinlərin birinin evində oldu. Baxaq, hansı təəssüratlar oyadıb bu görüş ev sahiblərində. Salamünaleyküm. Bayramınız mübarək. Xoş gördük sizi. Hoş geldiniz. Təbrik edirik. Çok sağ Gözünüz olun. aydın. Çok var olun. Cənab Prezident sizin məzununuz olub. Hoş geldiniz. Hoş geldiniz. Hoş gördük. Təbrik edirik, bayramınız mübarək. Cənab Prezidentlə salam, necəsən? Nə təəssüratlar oyatdı bu görüş sizdə? Çox gözəl, çox Yəqin gözəl. ki, sizin üçün də, bütün xanavallar üçün də. Təbrik edirik sizdə, gözünüz aydın. Xocavənddən siz. Bəli. Nə vaxt çıxmışdınız Xocavənddən? Biz 92-ci ilin yanvarın 9-u günü kəndimizi işğal ediblər. O vaxtdan da elə Ağcabədidə, başqa rayonlarda da məskunlaşmışıq yenə kimi. Mənim ki bu balalarımı belə sevindirib, Allah onun kürəyində dursun. Allah onun balalarına dəyməsin. Mehriban Əliyeva can sağlığı versin. Bütün ailə üzvləri ilə belə. Nə danışdınız Cənab Prezidentlə? Bizlə bağlı, şəraitimizlə bağlı çox xoş oldu ki, biz prezidentlə görüşdük. Uşaqlar da sevinclə qarşıladıq. Evin şəraiti necədir? Evin şəraiti şükür Allaha yaxşıdır, hər şey yaxşıdır. Su, qaz. Hər bir şey var, hər bir şey. İşıqdır, sudur, qazdır. Şükür Allaha, hər bir şey var, hər bir şərait var. Qızlar şagirdsiniz yoxsa tələbə? Tələbəsiz. Hansı universitet? Biznes Universitet, Bakı Biznes Universiteti. Hansı ixtisas? İqtisadiyyat. İqtisadiyyat.
Neçənci kurs? 3-cü kurs. Siz? Mən kollecdə oxuyuram. Ağdaş Dövlət Humanitar Kollecdə. Hansı ixtisaslar? Bələdiyyə ixtisası. Bayram tonqalının qalanacağı yer Novruz elementləri ilə bəzədilib. Milli ornamentli xalılar, səməni, qədimi səhənglərimiz, qablarımız, samavarımız və digərləri. Bayram xonçası, armudu, stəkan və şirniyyatlarımız da öz yerində. Gedin səhəngin içindəki qarpuzu gətirin. Biz uşaq olanda bizə deyirdilər ki, Novruz bayramında səhəngin içində qarpuz var, gedin onu gətirin. Biz uşaq idik, inanırdıq. Sonra başa düşdük ki, səhəngin içində qarpuz olmamış, onu qırağına qoymuşlar. Biz də ona görə indi getdik, qarpuzu tapdıq, gətirdik, səhəng, buyur. Al qarpuzu, apar qoy səhəngin böyrünə. İçinə yox böyrünə. Al, şuna. Səhəng, oradadır qarpuz, səhənglər. Gedin səhənglərin yanına. Meyvələrimiz də hazırdır. Təbii deyimi? Dadlıdır. Qarpız da səhəngin yanında. İhtimali canıb gəlir o. Biri belə yanır ki, tonqal. Tədbirə digər iştirakçılar qədər operatorlar da hazır olmalıdır. Yandıranda da həm ad da olur, kəndin adı da olur ki. Daha bir müasir çəkiliş avadanlığı Kopro yerbəyer edilir. Cənab Prezidenti görmək mənim ən böyük arzum idi. Şükür olsun ki, yəni bu arzuma mən çatdım. Çox həyəcanlıyam. Cənab Prezidentin sayəsində bugün gülə-gülə qayıtmışıq elimizə, obamıza. Bizə yaratdığı şərait üçün, sülh içində yaşadığımız üçün minnətdarlığımı bildirirəm. Bizim üçün çox xoşdur bugün Cənab Prezidentlə Tonqal kənarında görüşmək. Kəndə baxmısınız, evinizə baxmısınız? Bəli, evimizə baxmışıq, çox gözəl, çox bizim üçün şəraitlər yaradıblar. Gözəl gündə bizi sevindirdi, çox sevinirik, çox gözəl kənddir. Allah canını sağ eləsin prezidentimizin. Belə gözəl bir şəraitdə, belə bir gözəl bir yerdə bizə evlə təmin edilir. Şübhəsiz bu bayram Xanobalılar üçün unudulmaz olacaq. Onlar bu bayramı öz doğma yurd yuvalarında qarşılayırlar. Prezident İlham Əliyevin və 1-ci xanım Mehriban Əliyevanın iştirakı ilə. Novruz tonqalı da burada da gelir. Birlikte alovlandırar. Tonqal həm də birliyin, həmrəyliyin rəmzidir. Bugün Xanoba kəndində alovlandırılan, çatılan bu tonqal Azərbaycan xalqının həmrəyliyini təcəssüm etdirir həm də. Artıq 2 ildir ki, bu diyar
işğalçılardan azad edildi. Xanoba kəndi 23-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir. Və bundan sonra da artıq bərpa işləri də başlanmışdır. Evlər yenidən tikildi, quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı zəfərimiz artıq bizim qürur mənbəyimizdir, neçə ildir. Mən 6-cı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. İkinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalında Qarabağda qalıyırıq birlikdə. Böyük xoşbəxtlikdir. İndi bu tonqalın hərarətini yalnız bu yaxınlıqda yox, bütün bölgədə hiss etmək mümkündür. Çünki bu həm də sülh tonqalıdır. Sağ olun. Siz de sağ olun.